Salam əziz dostlar, əziz ovçular, ov vəsələr. Demək, bugünkü günü mən silahı görmək istəyən şəxslər üçün videonu çəkəcəm. Silahı görmək istəyən şəxs, belə deyim də, mən TikTok səhifəsində onu paylaşa bilmədiyim üçün, mən məcburam ki, ya öz masallı ovçular qrupu var Facebookda, orada paylaşım, ya da YouTube'da Amal Ov Dünyası deyilən bir YouTube kanalımız var. Oradan bizi izləyə bilərsiniz. Açışları da inşallah paylaşacağım orada. Bax, gördüyünüz, mən götürdüyüm birinci hansılar. Hara qoymuşam bunu? Bura qoymuşsunuz. Bax, demək 8 atılan budur. 8 atılan haqqında soruşurlar, məlumat verirlər. Kral Azteka nə formadadır, necədir? Bax, sintetik plastikdir. Hal-hazırda özüm bunun 5 atılanı istifadə edirəm. Əgər inanmayanlar varsa, bura gələndə mən ov edəndə videolarım var, çəkmişəm. Onları göstərə bilərəm burada. Çünki mən paylaşa bilmirəm onu. Gördüyünüz bu 8 atılan versiyasıdır. Hərəsindən bir versiya göstərəcəm. Ondan sonra 5 atılanı, 8 atılanı seçim sizin olsun. Gördüyünüz silahın lülə uzadıcısı və çokları var. Çokları da özünə görə təyin edirsən. Həmçinin də bildiyiniz kimi quş üçün üçlü çok yetərlidir. Yəni, üçlü çok quş üçün normaldır. O birisi ovlara, başqa quru ovlarına, nə ovlarına gedirsənsə, onu sən özün orada özün kəşf edib çəkə bilərsən. Demək, gördüyünüz, bax, Kralarımız Raptor. Kralarımız Raptor. Mebelnisi 5 dənə atanın göstərirəm mən bunu sizə. Gördüyünüz kimi, mebelini, qəşək taxta mebelini qoz ağacından təsis edilmiş silahdır. Həmçinin lülə uzadıcısı da var üzərində. Lüləni istədiyin vaxt qısaldıb və uzada bilirsən. Silah heç bir zaman ilişmədən atışları həyata keçirdə bilirsən. Hətta 32 qramı belə mən test elədim ki, 32 qramı da belə atır. Heç vaxt bu silahda çaşma olmur. Yəni 5 atılanlarda 34 qram da atma. Amma bunda atma 32'ni də atır. Yəni sistem, elə bir sistem qurulub ki bunda. Qətiyyən bunda gezişmə, çaşma olmur. Və yaxud da gedirəm mən bunu sizə nümunə üçün belə deyim, kamuflajını göstərirəm. Kamuflajını göstərim, bax birini göstərirəm, baxa bilərsiniz. Kamuflajı da həmçinin eyni qaydada işlənmiş kamuflaj, bu çəkilmə deyil. Çəkilmələr bilirsinizsə çox qalanda altında paslanma olur, pas verir. Amma bu detalın özündə olan kamuflajlı rəngdir. Demək, 5 dənə otomatik olaraq atış eləyir və lülə uzadıcısı da üzərində